Fazıl müəllim. Bugün həqiqətən də bütün soğanlıqlar üçün ağır gündür. Hamımızın sevimlimiz, istəklimiz, gülər üzlü, mərd, qeyrətli, namuslu, vicdanlı, ləyaqətli. Dərdim soğanlığın vizit kartı Gürcü Məhməd bugün bizdən vidalaşır. Mənim 23 yaşım var idi. Mən ali təhsil alıb institut tarif gələndə işə başladım savxozda. Və o vaxtı savxozun direktoru çox öz başınalıq eləyirdi, açıq deyirəm. Bizim xalqa qarşı kobudluq eləyirdi, gənclərimiz çox incidirdi. İclas vaxtı mən qalıqdım və ona öz etirazımı bildirdim. Çox ciddi etirazımı bildirdim. Və çox böyük sakitlik var idi zalda da. Və Gürcü Məhməd ayağa qalıqdı onda. Dedi, cavan oğlandı, onda ilk tanışlığımız da yaxınlığımız orada başladı. Dedi, bu düz deyil, artıq dözmək olmaz bu qədər təhqirə, bu qədər hörmətsizliyə, xalqı bu qədər incitməyə. Ayağa qalıqdı, mənim gözlərim yaşardı onda ki, hələ soğanlıqda sözünü deyən kişilər var. Və sonra Pirmuradov Şəmməd ayağa qalıqdı. O da öz sözünü dedi. Dünyamalı Vəliyev ayağa qalıqdı, sözünü dedi. Nizam Məhmədov ayağa qalıqdı, sözünü dedi. Adını çəkdiyim bu kişilər yazdığım Qıpçaq Əfşar Etno Sistemində Soğanlığın tarixi kitabının, etnogenez, məhsullaşma və tarixi dinamika kitabının qəhrəmanlarıdır. Yəni, mən hörmətli qardaşımla tan razıyam. Gürcü Məhməd artıq Soğanlığın tarixində var, böyük şəxsiyyət kimi. Mən onun haqqında çox gözəl ürəkdən yazmışam. Amma bu sondur, yenə yazacağıq. Və Soğanlıq kəndini bugün yaşamasında, bugün burada Elopa kimi qalıb fəaliyyət göstərməyində Gürcü Məhmədin böyük rolu var. Bunu hər bir kəs bilsin. Çünki biz çox gizli işlər görmüşdük. 88-ci, 89-cu, 90-cı illərdə bilirsiniz soğanlığı köçürmək istəyirlər burada. Və bu kənd elə belə qalmadı. Çox qeyrətli kişilərin hesabına bu kişi qalıbdı. O kişilərdən ən qeyrətlilərindən biri də Gürcü Məhməd idi. Haçı onunla fəxr elə bilərik. Gürcü Məhməd, yenə deyirəm, Nizam Məhmədov, Dinamalı Vəliyev, Pirmuradov Şəmməd kimi kişilər son 200-300 ildə Soğanlıq kəndində sayılıb seçilən belə parıllayan şəxsiyyətlərdir. Və hər kəsin dəyəri qiyməti onun arxasında qoyduğu getdiyidir ki, arxasında nə qoyub gedir. Və mən özümə də Gürcü Məhməd kimi həyat arzu eləyirəm, belə qocalmaq arzu eləyirəm, belə açsam, belə şöhrət arzu eləyirəm ki, elədə də başqa soğanlıqlara kim, əgər kişi kimi yaşayıb, bu dünyadan kişi kimi geçsinlər, Gürcü Məhmədin həyatından, yaşayışından nümunə götürə bilərlər. Mən yenə deyirəm, fəxr eləyirəm ki, mən soğanlıqlıyam, fəxr eləyirəm ki, Gürcü Məhməd soğanlıqlıdır və Gürcü Məhməd yalnız soğanlığın Elin Obanın oğlu deyildi. Bütün Gürcistan türklərinin sayılıb seçilən, Türk dünyasının sevdiği insanlardan biriydi. Çünkü onu biz sevirik. Türk'ü sevenler, vətəni, milləti sevən olanların hamısı Gürcü Məhmədi sevirdi. Bu bizim hamımızın istəyimiz idi. Yəni bugün yenə deyirəm, mən fəxr edirəm ki, Gürcü Məhməd kimi mənim elə oğlum olubdu, belə kişi olubdu, köhnə kişi olubdu. Əfsuslar olsun ki, bugün Gürcü Məhməd kimi kişilərin sayı çox azalıbdı demək olar. Və inanıram ki, amma oğlu Elmar var. Ağsaqqallar Şurasının üzvü İzvan var. Maşallah olsun, İzvan da Gürcü Məhməddən geri qalmış şehir deməkdə, öz adına, sanına görə. Mən inanıram ki, o da inşallah 90 yaşını satanda Gürcü Məhməd qədər belə hörmətli olacaq. Ruhun şad olsun Gürcü Məhməd, məkanın cənnət olsun. İnşallah cənnətdə görüşənə qədər.